Salam dəyərli izləyicilər, ETX Maarifləndir layihəsinin bugünkü buraxılışında həmkarım Fatimə Həbbova ilə birlikdə yayılması qadağan edilən informasiya aşkar edildikdə prosedur necə aparılır bu barədə danışacağıq. Fatimə xanım, internet informasiya ehtiyatlarında və ya informasiya telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiya necə aşkarlanır? Pozuntu halları elektron təhlükəsizlik xidmətinin həyata keçirdiyi monitorinqlər nəticəsində və ya fiziki, hüquqi şəxslərdən, həmçinin dövlət qurumlarından daxil olan müraciətlər əsasında aşkarlana bilər. Yayılması qadağan edilən informasiya aşkar edildikdən sonra hansı addımlar atılır? Elektron təhlükəsizlik xidməti yayılması qadağan edilən informasiyanın yerləşdirildiyini müəyyən etdikdən sonra internet informasiya ehtiyatının, onun domen adının sahibinə və host providerə yazılı xəbərdarlıq edir. Xəbərdarlıqda yayılması qadağan edilən informasiya barədə məlumatlar, qanunvericiliyin tələbləri, tələblərə əməl edilmədikdə görüləcək tədbirlərlə bağlı məlumatlar qeyd olunur. Xəbərdarlıq edilən şəxs bu pozuntunu aradan qaldırmaq üçün hansı tədbirləri həyata keçirə bilər? Əvvəla onu qeyd edək ki, xəbərdarlıq edilən şəxsin pozuntunu aradan qaldırmaq üçün xəbərdarlıq edildiyi vaxtdan etibarən 8 saatlıq vaxtı var. Bu müddət ərzində pozuntunu aradan qaldırmaq üçün yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülməli, internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılmalıdır. 8 saatlıq müddət ərzində pozuntu aradan qaldırılmadıqda hansı tədbirlər görülür? 8 saatlıq müddət bitdikdən sonra elektron təhlükəsizlik xidməti tərəfindən pozuntunun aradan qaldırılıb, qaldırılmadığı yoxlanılır. Aradan qaldırılmadığı təqdirdə xidmət tərəfindən həmin pozuntu törədilən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edilir. Məhkəmə prosesi nəticəsində nə baş verir? Məhkəmə internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə qərar qəbul etdikdə həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün qanunvericiliyə uyğun tədbirlər həyata keçirilir və internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılır.